Salam uşaqlar. Bugün mən sizə qırmızı papağın nağılını danışacağam. Biri var idi, biri yox idi. Bir kənddə gözəllər gözəli balaca bir qız yaşayırdı. Anası da, nənəsi də onu çox sevirdilər. Xeyirxah qarı nəvəsinə çox yaraşan balaca bir qırmızı papaq bağışlamışdı. O vaxtdan hamı qızı qırmızı papaq deyə çağırırdı. Bir gün qızın anası kökə hazırlayıb qırmızı papağa dedi: "Nənən xəstələnib, gərək gedib ona baş çəkəsən, ona yağ və kökə apar." Qırmızı papaq dərhal başqa kənddə yaşayan nənəsinin baş çəkmək üçün yola çıxdı. Yol meşədən keçirdi. Meşənin tənha hissəsində qızın qarşısına bir canavar çıxdı. Canavar dərhal qızı yemək istəsə də, yaxınlıqda odunçular olduğundan buna cəsarət eləmədi. O özünü nəzakətlə apararaq qızdan hara getdiyini soruşdu. Zavallı qırmızı papaq bilmirdi ki, canavarla danışmaq çox təhlükəlidir. Bu nəzakətlə cavab verdi: "Nənəmə kökə və yağ aparıram." Hiyləgər canavar qızdan söz almağa çalışdı. "Nənən uzaqda yaşayır?" deyə canavar dedi. "Hə," deyə qırmızı papaq cavab verdi. "Dəyirmanın arxasındadır. Kətdəki birinci evdir." "Hə," canavar səsləndi. "Mən də ona baş çəkərəm. Sən bu yolla get, mən isə o biri yolla gedəcəyəm. Baxaq görək kim tez çatacaq." Beləliklə canavar var gücü ilə nənənin evinə gedən ən qısa yolla qaçmağa başladı. Qız isə daha uzun yolla yavaş-yavaş gedirdi. Həm də o hərdən bir dayanıb qoz fındıq yığır, kəpənək tutur və qarşısına çıxan çiçəklərdən dəstə düzəldirdi. Hələ qırmızı papaq yolun yarısını getməmiş, canavar qaçıb nənənin evinə çatdı və qapını döyməyə başladı. "Tuk tuk tuk." "Kimdir?" deyə nənə səsləndi. Canavar qızın səsi ilə dedi: "Mənəm qırmızı papaq. Anamın göndərdiyi kökə ilə yağı gətirmişəm." Nənə özünü pis hiss elədiyi üçün yataqda uzanmışdı. Bu nəvəsinin səsini eşidib qışqırdı: "Kəndiri çək, qapı açılacaq." Canavar kəndiri çəkib qapını açdı. İçəri keçən kimi dərhal qarının üstünə atılıb onu utdu. O 3 gün idi ki, heç nə yeməmişdi. Sonra canavar qapını bağlayıb qarının yatağında uzandı və qırmızı papağı gözləməyə başladı. Birazdan qız qapını döyməyə başladı. Tuk tuk tuk. Canavar nənənin səsi ilə dedi: "Kimdir?" Qırmızı papaq canavarın kobud səsini eşidəndə bir qədər qorxsa da, o fikirləşdi ki, yəqin nənəsi xəstə olduğu üçün səsi xırıldayır. Odur ki, cavab verdi: "Mənəm qırmızı papaq. Anamın göndərdiyi kökə ilə yağı gətirmişəm." Canavar var gücü ilə səsini yumşaltmağa çalışaraq qışqırdı: "Kəndiri çək, qapı açılacaq." Qırmızı papaq içəri keçdi. Canavar adyala bürünüb dedi: "Kökə ilə yağı rəfin üstünə qoy. Gəl otur." Qırmızı papaq canavarın yanında oturanda nənəsinin görünüşündən dəyişikliyə təəccüb elədi. "Nənə, əllərin niyə belə böyükdür?" "Səni daha yaxşı qucaqlamaq üçün." "Nənə, qulaqların niyə belə böyükdür?" "Səni daha yaxşı eşitmək üçün." "Nənə, gözlərin niyə belə böyükdür?" "Səni daha yaxşı görmək üçün." "Nənə, dişlərin niyə belə böyükdür?" "Səni daha tez yemək üçün." deyib canavar qırmızı papağın üzərinə atılıb onu utdu. Elə bu vaxt odunçular meşədən qayıdırdılar. Onlar nənənin evinin yaxınlığından keçəndə səs-küy eşidərək içəri keçib canavarı öldürdülər.
Qırmızı papaqla nənəsi onun qarnından sağ-salamat çıxaraq xilas oldu. Deməli, uşaqlar yadda saxlamaq lazımdır ki, yad adamlara hər şeyi danışmaq təhlükəlidir. Nağıl başqa cür də bitə bilərdi. Göydən 3 alma düşdü. Biri nənənin, biri qulaq asanın, biri də bu nağılı yazanın. Salamat qalın.